Hamıya salam dostlar. Necəsiniz, nə var, nə yox, keyfiniz, əhvalınız. Yepyeni bir Minecraft videosuna xoş gəlmisiniz. Deməli, bu videoda biz nə edirik? Bəli, başlıqdan görmüsünüz. Bu videoda nədirə gedəcəyik dostlar? Əvvəlcə sizə aşağıdakı bu yeni düzəltdiyim balaca bölməni göstərdim. Video xaricində eləmişəm, çünki videolarda bunlar çox yer tutur. Həm də elə də qeyri-adi bir şey yoxdur buna görə. Yavaşdan buralarda fırlanaq görək, burada nəsə problem, qaydasında olmayan bir şey varmı? Yox. Keçən videoda bilirsiniz, orada balıqçı evi düzəltmişdim. Deməli, indi isə artıq biz nedirə getməliyik. Yavaşdandan bir bura baxım. İtlərimiz də yaxşıdır, hamısı sağlamdır. Burada mənə ət lazımdır. Ət götürüm ki, necə deyim, acıyanda ölməyim. Qoyaq bura. Bunu da əlavə eləyək üstünə. Всё. Bu çörəyi də götürdük. Artıq hazırıq dostlar. Məncə indi gedə bilərik. Buradan mən artıq yol düzəltmişəm. Bilmirəm köhnə videoda bunu göstərmişdim yoxsa yox. Yəni bir xeyli vaxtımı aldı, əmin ola bilərsiniz. Burada niyə zırhım yoxdur, ona da cavab verəcəm. Deməli, mədənə düşmüşdüm dostlar. Qızıllar, elmaslar, dəmirlər, hər şeyi yığmışdım. Sonra öldüm. Sonra öləndən sonra yenə həmən yerə getdim və bütün əşyalarım getmişdi. Təsəvvür eləyin, 64 dənə elmas yığmışdım. Hamısı yandı. Baxın, buradan sola mədənə gedir. Bu yolda düzəltmişəm. Düz qabağa isə nedirə gedir. Məncə çox səliqəli, çox qəşəng alınıb. Yəni çox vaxtım aldı həqiqətən də bunu düzəltmək. Amma bunu yəni videoya qoysaydım, yəqin ki bir yarım saat çəkərdi video. Mən də ona görə yəni videoya salmadım. İndi isə artıq demək olar çatmışıq. Sadəcə bizə nə lazım ola bilər? Odunumuz yoxdur. Crafting table'ımız var, amma baltamız falan bunların hamısının canı azdır gördüyünüz kimi. Burada deməli qoya biləcəm görün. Всё, qoydum. Görə indi bu yanacaq yoxsa bir dənəsinin rəngi başqadır? Yox, yanmadı. Bu solda altdakının göz rəngi başqadır. Yanmamasına səbəb budur. İndi isə bunu qırmağa başlayaq yavaşdan. Ciddi qırılmaq bilmir. Bu nə gec qırılırmış dəmirlə. Fiziyo, əla. Artıq qırıldı. Bu obsidian da bu arada soruşsaz nə məsələdir? Köhnə videolara baxmışsa yəqin ki görərsiniz. Burada bir sandıq tapmışdım. Həmən sandığın içindən çıxmışdı. Fiziyo, əla, hazırdır. İndi deməli bizə çatmayan şey nədir? Bir bu boşluğu dolduraq. Ora düşmək istəmirəm. Fiziyo. Odunu gedək qabaqdan götürək, çünki odun bizə lazım olacaq həqiqətən də. Atlanaq. Oyda. Bu tələni görən Minecraft niyə hazırdır? Yəni niyə belə bir yer var? Всё, yavaşdan odunlarımızı doğrayaq və artıq nedirə gedək görək orada bizi nə qarşılayır. Yəni maraqlı bir yer tapa biləcəkmi? Xəzinə tapa biləcəkmi? Nəysə, onu götürməyə dəyməz. Getməyəcəm ora. Bir an məni özünə cəlb elədi. Yəni baxdım ağaca, elə bir mənə deyir ki, gəl. Gəl məni qır. Şey, bunu da qıraq. Bəs eləyər yəni bu qədər odun. Neynirik yəni çoxlu odunu. Bu yarpaqların tökülmə effekti mən oynayan vaxtı yox idi. Hardasa mən onlar da bir 4 il qabaq oynayırdım Minecraft'ı. Çoxdan da oynamırdım, yeni başlamışam. Həyecanlısınız dostlar, mən çox həyecanlıyam. Canımız tam dolu olsun. Всё. İndi hazıram. Darıxmışdım buradan ötürü. Çoxdan da buranı görmürəm. Bu alovları söndürüm. Heç yanmaq fikrim yoxdur da. Elə olur dalımca zombilər falan qaçır. İndi təsəvvür edin burada qaçanda yanıram. Ürəyim partlayır. Bərəkətli yerdir ha. Düşən kimi qızıl tapdıq. Heyf ki ipeksi dokunuş kazmam yoxdur. Onunla götürəndə bunu bütöv götürür.
Sonra bunu bişirirsən, bir dənə qızılı bütöv verir. Belə eləyəndə amma qızıl parçacığı falan verir. Yəni az bir şeydir də, demək olar dəymir. Amma pis deyil də, yəni. Oy da yenə var. Hara baxırsan qızıldır. Amma biz bura qızıl yığmağa gəlməmişik. Sözün açığı biz burada xəzinə axtarırıq. Görək bu qalalardan birini tapsaq, həmişə içində xəzinə olur. İşığı götürüm. Yavaşdan işıqlandırım ki, sonra dala qaydanda yolu tapa bilim. Hərdən elə olur ki, çünki insan itir burada. Qarşıya baxacağım əvvəlcə, bu mənə heç nə eləmir. Bu qızılı da götürəcəm çox güman ki. Birdən bu kazmalarım qırılar, lazım olar. Aşağıya biraz düşək görək nə var, nə yox. Buradan düşsəm ölərəm yəqin ki. Bir yol olsaydı aşağıya, ora düşmək istəyərdim əslində. Amma belə çətin görünür. Nəysə, başım bırax. Bura heç gəlməmiş sayıram. Bunları qırım. İnanmıram ki, buradan mənə nəsə bir xeyir gəlsin. Arxaya qaydaq. Burada yol görmüşdüm. Nəsə maraqlı görsənir. Amma belə bir şeylər mən həqiqətən də heç görməmişdim. Bunlar nə bilim, ola bilsin sonraki güncəlləmələrdə falan gəlib. Burada özümə bir dənə yol düzəldim. Torpağı götürüm. Qastın səsini eşidirsiniz? Qaçanda yıxılmayım. Görək nə var, nə yox. Bəlkə yaxşı bir yer tapdıq. Deyəsən orada yol düzəltməli olacam. Torpağım da azdır, amma buradakı torpaqlardan qıra bilərəm. Əla, siyalim çatır ora. Bu nədir ki görən? Bunu mən birinci dəfədə görürəm. Oyda! Vay sənin ataban əhlət. Qaç. Bir bu çatmırdı. Bunlar hardan çıxdı? Bunun səsinə bax, insan elə qıcıqlanır ki bunun səsinə. Oyda. Axır ki, yəni tapdım da. Axtardığımı axır ki tapdım. Yəni bunu bayaqdandan da axtarıram həqiqətən də. Yəni sonunda tapdım. İçində nə var həqiqətən də görmək üçün həyəcanlanıram. Ümid edirəm ki, normal bir şey olar. Pis deyil, at zırhı. Düzdür, bu qədər atı nə edirəm? Yəqin ki, bu qədər atım olmaz heç vaxt. Amma nə vaxtsa atlar üçün də bir yer düzəltmək olar. Əslində o da ağıllı fikirdir. Burada nə var? Burada kasıbçılıqdır. Burada heç nə yoxdur. Bunları da qırım ki, sonradan bunları görüb həvəslənməyim. Elə bilərəm yenə nəsə var. Ki, sağda nəsə gördüm sanki. Mən bu göbələkləri sandığa oxşatmışdım. Çıxmaz yol. Burada biraz yol tapmaq çətin olacaq. Görək bu yana nəsə var. Heç nə yoxdur. Deyəsən bu balta ilə qırılmır. Yox, bu çox gec olacaq belə. Neyə bilərəm? Yaxşısı bir kazma düzəldim, zaten altında varımdı. Yəni biri var dostlar, o yolu nə qədər fırlanım eləyim. Bir də var buradan birləşdirim iki yolu. Deyə həmən göbələkləyir. Buradan hara getməliydim? Bu heç bu gəldiyim yoldur. Bura düşməmişəm, səhv eləmirəmsə, yoxsa düşmüşəm. Hər yeri bir-birinə oxşayır, beynim yanır əməlli başlı.
Məncə bura gəlməmişəm. Aha. Bəlkə buradan nəsə çıxdı. Bura ölümə gedən yoldur. Oy! Birdən də addım atsaydım yerdəydim də. Niyə burada heç nə yoxdur? Mən onu başa düşə bilmirəm. Buranı bağlayacağım. Nə vaxt elə olar gələrəm belə. Buramı düşərəm. Bütün nəyim var, nəyim yox yanar da. Minecraft özünə qoyulmur. Bunları götürməyin. Bilmirəm nə işimə yarayar. Amma bunları götürəcəm. Ola bilsin gələn səfər bura gəlmədim. Yəni buranı yağmalayandan sonra bir də niyə bura gəlim ki? Vəsiyə. Qayıdım dala. Başqa hara gedə bilərəm görən. Oha, yeni bir yer. Yol biraz uzundu sanki. İnşallah sonu yaxşı bir yerə çıxar. Yuxarı çıxaq. Yəqin ki bizi orada canavarlar qarşılamayacaq. Yəni elə ümid eləyirəm. Oha, yenə yol. Bu yol nə deyə qurtarmadı belə. Yenə yuxarı çıxırıq. Və nə tapdıq? Zırt. Yenə yol. Düz yerə görə nə var? Boş divar. Bura labirint falan da elə bilirsən. Bir dənə işarə qoymuşam, buradan gəlmişəm. Görən bu da divardır elə. Deyəsən axırı heç yerə çıxmayacaq. Öf, yenə divar. Bura haradır belə? Bu daşlar nədir ki görən, nə işə yarayır? Buradan nəsə çörək çıxmadı zaten. Qaydım o biri yola fırlanım. Bəlkə oradan nəsə çıxdı. Bu ışıqlı yollardan birində nəsə çıxar məncə. Bu gəldiyim yerdir sanki. Yəni buradan nəsə tapmasam, yəni mümkün deyil də, bu qədər gəzmişəm. Amma hələ də bu yenə gəldiyim yerdir. Buradan qayıtdım. Bəs 2 dənə idi elə sandıq. Burada yəni başqa heç nə yox idimi? O qədər yol fırlandım, elədim. Bu nə, kaburqa zırh süsləməsi. O qədər yol getdim. Hələ düz burnumun dibindəymişim. Bunun biri də olmalıdır məncə. Qoyanda 2-2 qoyurlar. Aha, bu da ikincisi. At əyəri. Götürəyim. Məncə başqa bir şeydə çıxmaz da, yəni. Məsləhətçisi ilə çıxıb getməkdir. Sadəcə hardan çıxım, hardan gedim. Bu yuxarıya çıxın. Buralarda məncə bir yer olar çıxmaq üçün. Bura yox. Burada yox. Gəldiyim yer buraydı səhv eləmirəmsə. Hə, tam buradan gəlmişdim. Amma sanki sağ tərəfdən gəlmişdim. Gördüm yolu. Buradan gəlmişəm, əla. İndi isə gəldiyim kimi qayıtmaq düşər. Prost.
Əla. Buradan birazcık ehtiyatlı olun. Qas məni vursa burada. Ürəyim partlayır əməlli başlı. Yaxşı ki səs falan gəlmir. Çünki bayaqdan olmaya bir 40 dəqiqədir mən qala axtarıram, qalada da yol axtarıram. Hə, mən soldan gəlmişdim. Belə oradan da qayıdım yaxşısı. Belə yolumuzu işarə qoymaq əslində çox gözəldir. Yoxsa mən burada bir də yol axtarmalı olardım. Elə də asan tapmaq olmur. Əgər videonu bura qədər izləmisinizsə, çox sağ olun dostlar. Yəni bugünkü videomuzda məncə bura qədər bəsdir. Zaten yığdığımızı yığmışıq. Əgər bu tipdə videolar sizə maraqlı gəlirsə, videoya like atıb kanala abunə olaraq mənə dəstək ola bilərsiniz. Hələlik bu qədər. Özünüzə yaxşı baxın. Sağ olun, salamat qalın.